Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Mən Müsahilə müəllimi ilə gəlin bu gün Azərbaycan dili 2-ci sinif 1-ci hissə səhifə 23-dəki doğma məktəb mövzusuna baxaq. Uşaqlar, bir A tapşırığına baxın görək. Aşağıdakı sözləri oxuyun. Bu sözlər sizə nəyi xatırladır? Gəlin oxuyaq. Sinif, kitab, müəllim, lövhə, parta, tənəffüs, dərs, şagird. Uşaqlar, sizə nəyi xatırlatdı? Əlbəttə ki, mövzunun adından da bəllidir. Bizə xatırlatdı doğma məktəbi. Düzdürmü uşaqlar? Doğma məktəbi bizə xatırlatdı. B tapşırığına baxaq. Şeiri oxuyun. Qafiyələnən sözlərə diqqət yetirin. Uşaqlar, şeiri oxuyun görək. Yollar dünyada çoxdur. Sayı hesabı yoxdur. Bostan yolu, bağ yolu, aran yolu, dağ yolu. Bir yol var ki dünyada, onu getmirsən hədər. Həmişə düşür yada, qoca olana qədər. Bax, uşaqla doludur. Bu yol məktəb yoludur. Uşaqlar, qafiyələnən sözlərə diqqət yetirin. Hansılar oldu? Çoxdur, yoxdur, bağ yolu, dağ yolu, dünyada, yada, hədər, qədər, doludur, yoludur. Düzdürmü? Üstdən getdim. Niyə? Çünki onunla bağlı tapşırığı var. Onsuz da yazılı şəkildə sizə göstərəcəm. C bəndinə baxaq. Fərqləndirilmiş misralarda adı çəkilən yolları təsvir edin. Uşaqlar, burada hansı yolların adı çəkilib? Çəkilib burada Bostan yolu, düzdürmü? Bostan yoludur. Ondan sonra bağ yoludur. Aran yoludur, dağ yoludur. Uşaqlar, bostan yolu nədir? Bostan nədir uşaqlar? Tərəvəz əkilən sahədir də, düzdürmü? Yadınızda saxlayın. Ondan sonra bizə nə deyir? Meyvə, bağ yolu. Bağ yolu nədir? Meyvə, gül çiçək əkilən sahədir də, düzdürmü? Aran yolu nədir? Aran yolu kitab özü də verib. İsti düzənlik yer deməkdir. Dağ yolu nədir uşaqlar? Dağ yolu yəni yerdən hündürdür də, böyük təbii yüksəklikdir, düzdürmü? İndi gəlin görək, C bəndində bizdən nə istəyir? İkinci bənddə məktəb yolu haqqında deyilən fikirləri izah edin. Məktəbinizə gedən yolu təsvir edin. Uşaqlar, məktəb üçün nə deyir? Deyir, bir yol var ki, onu heç vaxt hədər getmirsən də, həmişə sizin yaddaşınızda qalacaq. Qoca olana qədər də siz məktəb yolunu unutmayacaqsınız, sinif müəlliməsini, məktəb yoldaşlarınızı heç bir vaxt unutmayacaqsınız. O sizin daimi yaddaşınızda qalacaq. Düzdürmü? İbtidai sinif müəllimlərinizi heç bir zaman və yaxud da ki, o biri müəllimləri heç bir zaman, yuxarı sinif müəllimləri olsun, unutmayacaqsınız. Düzdürmü? Onlar sizin yadınızda qalacaq həmişə. Yaxşı, keçək tapşırıq D-yə. Şeirdə yer bildirən sözləri seçin və izah edin. Bax, indicənə mən dedim bunu sizə. Yer bildirən sözlər hansıdır uşaqlar? Bayağı izah etdim. Bostan yolu, bağ yolu, bostan. Uşaqlar, bostan nədir? Bostan bir də deyirəm. Tərəvəz əkilən yer. Ta sözlə yazmıram. Ondan sonra bağ nədir? Bağda nə bitir uşaqlar? Meyvə ağacları olur da, meyvə ağacları, gül çiçək əkilən yer. Ondan sonra aran yolu isti düzənlik yer. Dağ yolda nə deyəcəyik dağ yoluna? Yerdən hündür, böyük təbii yüksəklik. Düzdürmü? Bu da dağ yoludur. Baxaq E bəndinə. Şeirdə qafiyələnən sözləri seçib nümunə kimi yazın. Uşaqlar, bax bunu sizə yazacağım. Gəlin baxaq. Burada hansılardır qafiyələnən? Çoxdur, qoy böyüdüm. Çoxdur, yoxdur. Bax, qafiyələnən sözün biri oldu bu. Çoxdur, yoxdur. Ondan sonra nə oldu uşaqlar? Ondan sonra oldu bağ yolu, dağ yolu. Bunu da ikisini bir yazacaqsınız. Qarışmasın deyə bir-birinə. Ondan sonra nə yazacaq uşaqlar? Dünyada, yada. Düzdürmü? Bu da qafiyələndi. Daha sonra hədər, qədər. Düzdürmü uşaqlar? Bu da qafiyələndi. Və doludur, yoludur. Bu da qafiyələndi. Bu sözlər yan-yana yazacaqsınız. Çoxdur, yoxdur. Bağ yolu, dağ yolu. Dünyada, yada. Hədər, qədər. Doludur, yoludur. Yaxşımı uşaqlar? Demək ki, qafiyələnən sözlər də bu oldu. Nümunədə də verilib necə yazılacaq. Oradan baxıb yazarsınız. Uşaqlar, kanala